Photoshop'ta yeni bir başlığı olan, mövzu olan, kifayət geniş mövzu olan mask mövzusuyla gəlin tanış olaq. İlk belə başlıq bizə olacaq clipping mask. Nədir, nə işə yarayır? Gəlin bir yerdə öyrənək. Tutaq ki, belə bir foto var əlimizdə, belə bir portret var. Bu adam, bu insan öz şəklindən hansısa dairə ya da düzbucaqlı şəklində avatar, profil şəkli düzəltmək istəyir. Götürək adi bir düzbucaqlı götürək, hətta dairə olması şərt deyil. Və kvadrat çəkək. Bunun üçün təbii ki, bilirsiniz ki, düzbucaqlını çəkəndə shift'i basıb saxlamaq lazımdır ki, kvadrat görüntü olsun. Hətta bəlkə künclərini biraz yumrulayaq. İndiyə qədər toxunmadığımız mövzulardan biri, yəni bir layerə biz şəffaflıq verə bilərik. Götürək o layeri biraz. Layerin opacity-sini, şəffaflığını dəyişək ki, görək aşağıdakı görüntü bu çərçivə daxilində təxminən necə görünəcək. Tutaq ki, belə bir kadr sizi qane edir, gəlin bunu qaytaraq geriyə. Bu şəkil, bu shape-in içində gizlənəcək, mask olunacaq. Ona görə bunun yerini dəyişmək lazımdır. Yəni, hansı şəkili, hansı obyektin içinə mask kimi atmaq istəyiriksə, o məntiqlə o şəkil yuxarıda, mask isə aşağıda olmalıdır. Şəkili seçirik, daha doğrusu layer seçirik. Sağ düymə, create clipping mask. İndidən hotkey-nə də fikir verək. Alt, Ctrl, J. Hotkey-dən öncə birinci bunu yoxlayaq. Create clipping mask. Avtomatik bu şəkil, bu shape-in, bu formanın, bu shape termini biz tez-tez istifadə edirik. Bu bir dizaynerlər üçün ingiliscəsində geniş yayılmış bir termin. Yəni shape, bir forma, qrafik formadan söhbət gedir. Şəkil bu formanın, bu shape-in içində maskalandı, gizləndi. Yəni obyektin formasını, yəni maska necədir? Maskanın metaforasını biz necə başa düşə bilərik? Yəni maskanı normalda biz sifətimizə, üzümüzə bağlayırıq. Boş olan hissələr görünür, doğru. Burada məntiq həmin məntiqdir. Yəni sanki düzbucaqlı bizim o maskadakı o boş olan hissələrdə alt tərəfdən, yəni simamızın detalları həmin o boşluqlardan görünəcək. Burada elədir. Yəni obyektin forması nədirsə, həmin hissələr şəklin həmin hissələri görünür, digər hissələr isə görünmür. Layerlər öz yerində qalıb, biz yəni silməmişik, layeri dağıtmamışıq. Yəni bu layeri istədiyimiz kimi, söhbət yuxarıdakindən gedir, hərəkət elətdirə bilərik. Sonra mask obyekti olan bu düzbucağını götürək, Ctrl-T və tutaq ki, Alt-ı basıb saxlamaqla proporsional balacalaşdıra bilərik, yerini dəyişə bilərik, axırda Enter basa bilərik. Yəni hər iki layerlə rahatlıqla işləyə bilərik. Sadəcə dəyişən bir şey var. Bu layer artıq sərbəst deyil. Əslində sərbəstdir, sadəcə bu düzbucaqlı çərçivəsində görünür. Biz başqa bir şey görə bilmirik. Layeri maskdan çıxartmaq üçün sağ düymə Release Clipping Mask və artıq gəlin bunun hotkey-nə də keçək. Alt, Ctrl, G. Gəlin birinci çıxardaq. Obyekt seçilidir. Ctrl, Alt, G. Avtomatik Clipping Mask aktiv oldu. Ctrl, Alt, G. Release oldu, yəni ki, clipping maskdan çıxdım. Mənim praktikada istifadə etdiyim yol biraz daha fərqlidir. Sırf mənə iş prosesində bu daha rahat gəlir. Alt-ı basıb saxlayırıq. Kursoru heç nə, mouse-la heç nə basmaq lazım deyil. Sadəcə mouse-u hərəkət elətdiririk bu iki layerin arasına. Avtomatik kursorun yanında belə əyri ox işarəsi əmələ gəlib. Bu deməkdir ki, mən indi ən nəhayət burada tıklasam, həmin layer o digər layerin içinə düşəcək, yəni maskalanacaq o layerinə. Eyni qaydada təzədən tıklaya bilərik. Tık, 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 tık. Mask rolunda təkcə vektor obyektini oynamağı şərt deyil. Gəlin məsəl üçün götürək bir dənə elliptical marquee tool, shift-lə bir yerdə bir tutaq ki, dairə çəkək, yeni layer yaradaq. Qara rənglə bu selection-ı, bu boş layeri rəngləyək. Biz bilirik ki, ön planda olan rənglə bu seçilmiş ərazidə layer rəngləmək üçün Alt Backspace-i basmaq lazımdır və belə bir dairə əmələ gəlir. Ctrl D, Selection deselect edirik və bu şəkili mən indi artıq bu dairənin içində də gizlədə bilərəm, yəni orada maskalaya bilərəm. Hətta kontrol eləmək üçün opacity-ni dəyişib, tutaq ki, sizə lazım olan formaya salın, sonra opacity-ni geri qaytarın. Bir layerin şəffaflığına müdaxilə eləmək üçün klaviaturadakı rəqəmlərdən də istifadə edə bilərsiniz. Hər dəfə gəlib buranı bu şəkildə dəyişmək şərt deyil. Klaviaturada 1-i bastım 10% oldu, 0-ı bastım 100% oldu. Yəni bu şəkildə də dəyişə bilərsiniz. Və eyni qaydada Alt 2 layerin sərhədində tıkladım, avtomatik foto bu dairənin içində maskalandı. Yetər ki, bu 2 layer qonşu olsun, arda-arda olsun. O halda biz rahatlıqla clipping maskdan istifadə edə bilərik. Clipping maskı bir dizayn prosesində başqa necə istifadə etmək olar? Hər halda təkcə pasport şəkil düzəltmək üçün deyil bu. Bunu belə bir maşın, belə bir süni intellektlə generate olmuş avtomobil təsviri ilə
izah eləməyə çalışaq. Tutaq ki, belə dinamik bir poster hazırlamaq istəyirsiniz bir hansısa avtomobil markası üçün və burada bir brutallıq var, bir kobudluq var. Bunu sadə bir düz dairənin və ya düz bucağın içərisində deyil də, daha kobud bir formanın, qrafik formanın içində gizlətməyə çalışaq, maskalamağa çalışaq. İnternetdən belə bir şəkil götürmüşəm. Bu tipli görüntüləri, yəni kobud formada fırça görüntülərini yükləmək üçün, tapmaq üçün daha doğrusu Google-da və ya Yandex-də, yəni axtarış platformalarında grunge brush yazsaz, yəni bu tipli təsvirlər çıxacaq. Yəni ilk qabağıma çıxanlardan birini götürüb baxmışam bura. Yəni burada qeyri-adi bir şey yoxdur. Tutaq ki, həmin o maşın təsvirini, yəni bu maşın təsvirini belə bir görüntü içərisində maskalamaq istəyirəm. Yeni bir fayl yaradaq, tamam. Bir poster formatı olsun. Bu dəfəki kvadrat eləyək. Bəlkə bu dəfə gəlin üfüqi vəziyyətdə eləyək. Tutaq ki, bir çöl reklamı hazırlayırıq, billboard hazırlamaq istəyirik. 2-nin 1-ə nisbətdə olacaq, ona görə gəlin enini eləyək 2000 piksel, hündürlüyünü də eləyək 1000 piksel. Əla və indi bizim bu möhtəşəm yarı yalancı, yarı doğru, real görünən bu şəkili ataq bura. Yəni burada da bir avtomobilin sloqanı, logosunu yazsaz əslində poster hazırdır. Daha doğrusu çöl reklamı hazırdır. Amma bir belə kobudluqla, offroadla tanınan brend üçün çox səliqəli kənar hazırlamaq bəlkə də ən optimal variant deyil. Optimal variant üçün gəlin bunu belə bir kobud shape-in, kobud formanın içində gizlətməyə çalışaq, göstərməyə çalışaq. Bizim clipping mask rolunu artıq bilirik. Yəni vektor deyil də raster, piksel obyektlərimiz də iştirak edə bilər. Biz artıq bilirik ki, maskalanmalı olan obyekt yuxarıda olacaq, maska rolunu oynayan obyekt isə aşağıda olacaq. Altı basıb saxlayıb ikisinin sərhəddində tıkladım. Artıq yəni bu grunge teksturanı götürüb istənilən tutaq ki, mövqedə yerləşdirə bilərəm. Yəni əgər bizim layoutumuz, yəni bu dizaynımız biraz daha ensiz olsaydı, böyük ehtimal ki, elə təxminən bu görüntü ilə də kifayətlənməli olardıq. Amma bir billboard üçün, yəni enli çöl reklam materialı üçün nazik, ensiz belə bir brushla maskalama bir o qədər də optimal sayılmaz. Hələlik gəlin clipping maskdan çıxaq. Altla bir yerdə bu sərhəddə tıklayıram. Müvəqqəti bunu söndürək. Götürək bu layer'i. Yəni mask rolunda təkcə vektor obyekt və ya piksel obyekt layer daha doğrusu deyil də layerlər topluluğu, yəni qruplar da iştirak edə bilər. Hətta biz mətndən belə mask üçün istifadə edə bilərik. Götürək bunun kopyasını çıxardaq. Altla bir yerdə sadəcə çəkdim kənara. Transform eləyək, yəni müəyyən bir kompozisiya qurmağa çalışırıq. Bu dəqiqə nəticənin belə ideal olmasına çalışmırıq, sadəcə mahiyyətindən başa düşürük ki, bu kollaj, bu qrup necə işləyəcək, maskda ümumiyyətlə işləyirmi, yəni ona baxmağa çalışaq. Hətta bəlkə transformasiya da elə bilərik, shiftsiz, proporsional olmadan da ölçüləri, qabaritləri dəyişə bilərik. Tutaq ki, belə bir forma yığdıq, sizi qane elədi, bunların hamısını götürdük, Ctrl-G, qruplaşdırdıq, səliqə olsun, səliqəli görüntü olsun deyənə bura yazaq, grunge mask, tamam. Və şəklimizi də yandırırıq, şəkil yuxarıda olmalıdır, mask aşağıda, altla bir də tıkladığımız anda şəkil avtomatik düşdü həmin bu qrupun içinə. Təbii ki, diqqətli olmaq lazımdır ki, kənarda bu tipli doldurulmayan hissələr qalmasın. Bunun üçün sadəcə götürüb şəkili fərqli mövqeyə daşımaq kifayətdir ya da çox radikal olmamaq şərti ilə şəkili böyüdüb balacalaşdıra bilərik və hər iki obyekti bir yerdə hərəkət elətdirib kompozisiyanı daha optimal hala sala bilərik. Burada daha yeni bir layerlərlə işlə bağlı yeni bir funksiya öyrənmiş olaraq. Hər iki həm qrupu, həm də layeri shiftlə bir də seçib hərəkət elətdirir. Tamam, amma bunun başqa bir variantı da var. Hər iki layeri seçək və bizim layer pəncərəsində aşağıda link deyilən, link layers deyilən bir funksiya var. Onu aktivləşdirək ki, bu linklər, bu daha doğrusu layerlər bir-birindən bağlantılı olsunlar. Yəni biz indi birini tutub hərəkət elətdirdikdə avtomatik hər iki layer, hətta nəinki layer, layerlər qrupu belə bir-biri ilə sinxron hərəkət edir. Eyni qaydada biz bir dəfə tıklamaqla onun arasındakı bu linki, bu bağlılığı da deaktiv edə bilərik. Bir dizaynerin gündəlik iş prosesində aktiv istifadə edəcəyi bir mövzudur clipping mask. İlk baxışdan bəlkə biraz çətin gələ bilər. Praktikadan sonra əminəm ki, mahiyyətini başa düşüb və bunu rahatlıqla tətbiq edə biləcəksiniz. Mask mövzusunu təbii ki, gedəcəyimiz yol hələ ki uzundur. Buna görə də növbəti dərsdə görüşərik.